Herkese salam əziz izləyicilər. Bugünkü dərsimiz tam cəbri ifadələr dərsinin izahıdır. Amma dərsə keçməzdən öncə kanalımıza abunə olub bildirişləri açmağı unutmayaq. Gəlin başlayaq. A vurulsun A vurulsun A n sayda A'nın hasilidir. Yəni n sayda, yəni bilmirik də, n sayda A'nın hasilidir. Bu zaman deyirik ki, A'ya bərabər olan n sayda vurğun hasilinə A ədədinin n-ci dərəcədən natural üstü qüvvəti deyilir. Bu nə deməkdir? Məsələn, tutalım ki, bizə verilibdir ki, 3 vurulsun 3 vurulsun 3 vurulsun 3 bərabərdir. Biz baxırıq, 4 dənə 3-ümüz var. Biz bu zaman deyirik ki, 3 üstü 4. Sayımızı bildiyi n olan sayımız idi. Gördük ki, sayı 4 dənədir. Və A ədədinin n-ci dərəcədən natural üstü qüvvəti deyilir. Yəni 3 üstü 4. Bu formada deyilir. Burada A'mız, yəni bu hissə qüvvətin əsasıdır. Qüvvətin əsası. Bu isə yuxarıda olan hissə isə qüvvətin üstüdür və ya dərəcə də deyilir. Dərəcə yazaq. Dərəcə. Deməli, mənfi ədədlərin cüt qüvvəti, məsələn, tutalım ki, belə bir şeydir. Mənfi 2 üstü 4. Düzdürmü? Mənfi ədədlərin cüt qüvvəti daim müsbət ədəd alınacaq. Bunun cavabı 16 olacaq. Həmçinin mənfi 2-nin kvadratı da olsa, bunun cavabı müsbət 4 eləyəcək. Yəni, mənfi ədədin üstü qüvvəti cüt ədəddirsə, deməli cavab daim müsbət. Tək qüvvəti isə mənfi alınır. Bunu da demək istəyirəm. Məsələn, mənfi 2-nin üstü 3. Siz deyəcəksiniz ki, mənfi 2 vurulsun, mənfi 2 vurulsun, mənfi 2 deməkdir də. Bu düzdür. Biz öyrənmişik ki, mənfilər tək sayda olarsa, cavab mənfi alınır. Buna görə mənfi ədədin üzəri tək ədəd olarsa, bu o deməkdir ki, cavab mənfi olacaq. Mənfi 8. Amma yox, cüt ədəd olarsa, bu zaman isə cavab müsbət alınacaq. Gələk əsas xassələrinə. Bunun əsas xassələri nələrdən ibarətdir? Gəlin onlara baxaq. Birinci xassəmiz. A üstü 0 1-ə bərabərdir. Yəni, bu arada A 0-a bərabər ola bilməz. Yəni, məsələn, nümunə olaraq deyək. Yəni, istənilən ədədin üstü 0 1-ə bərabər olacaq. Məsələn, o istəyir bu kəsir olsun. 5-də 1-in üstü 0, cavab 1-dir. 3-ün üstü 0, cavab 1-dir. Yəni, bu əlaqəsiz bir şeydir. Məsələn, elə bir şey versə, 2x üstə gəlsin 3 ifadəsinin üstü 0. Bu da cavab 1 olaraq olacaq. İndi gələk ikinci xassəmizə. İkinci xassəmiz nədir? A üstü 1. A-nın özünə bərabərdir. Yəni, ədədin üstü 1 olarsa və yaxud da ifadənin üstü, baxır da, nəyin üstü 1-dirsə, o özünə bərabərdir. Məsələn, tutalım ki, yaza bilərik ki, 3 üstü 1 elə 3-ə bərabərdir. Kökatda 7-nin üstü 1 elə kökatda 7-yə bərabərdir. Və yaxud da ki, 5-də 1-in üstü 1 elə 5-də 1-ə bərabərdir. Aha, gələk indi üçüncü xassəmiz nədən ibarətdir? A üstü mənfi n bərabərdir 1 bölünsün A üstü n-ə. Yəni, bu nə deməkdir? Məsələn, tutalım 2 üstü mənfi 3 bərabərdir deyəcək. 1 bölünsün mütləq düsturun özündədir gördüyünüz kimi. 2 üstü müsbət formasına. Yəni, bunun da cavabı olacaq 1 bölünsün 8. Və yaxud da ki, yazılıbdır 1 bölünsün 2 üstü mənfi 3. Düzdürmü? Biz bildik ki, buranı necə yazmaq məcburiyyətindəyik? 1 bölünsün, bunun müsbət halı. Düzdürmü? Burada da cavab nə olacaq? 2 üstü 3, 8-ə bərabər olacaq. Bu da belə. Dördüncü xassəmizə keçək. Dördüncü xassəmiz nədir? A üstü n vurulsun, A üstü m olarsa, bu zaman A üstü n plus m mənasını verir. Bu nə deməkdir? Yəni, əsasları eyni olarsa və onların hasilləri olarsa, bu zaman yalnız qüvvətləri toplamaq kifayət edir. Yəni, bu nə deməkdir? Məsələn, tutalım 2 üstü 3 vurulsun 2 üstü 5. Əsas olduğu kimi qalır, qüvvətləri vurulmadırsa, qüvvətləri toplanılır. Yəni, 3 üstə gəl 5, bu da bizə eləyəcək 2 üstü 8. Yəni, əgər əsaslar eynidirsə və vurulma varsa, bu zaman əsas eyni formada qalır, yalnız üstləri toplanılır. Məsələn, tutalım ki, yazılıb 2 üstü 2 vurulsun 2 üstü 1 tutalım ki, 2 üstü 3, cavabda 8 olacaq. Niyə? Əsas olduğu kimi qaldı, bir dənə yuxarılarını 2 üstə gəl 1 yazdıq. Gələk keçək 5-ci qaydamıza. 5-ci qaydamız isə bunun bölmə formasıdır. Yəni, əsaslar eyni olarsa və bölmə əməli olarsa arada, bu zaman əsas olduğu kimi qalınır, qüvvətləri bir-birindən çıxırıq. Məsələn, tutalım ki, yazılıb
4 üstü 5 bölünsün 4 üstü 3. Bu zaman deyirik, əsas olduğu kimi qaldı və qüvvətləri bir-birindən çıxdıq. 4-ün kvadratı cavab 16 etdi. Və yaxud da ki, belə bir şey ola bilər. Yəni, düşünməyin ki, burada mənfi alına bilməz, alına bilər. Məsələn, 4 üstü 3 bölünsün 4 üstü 4. Düzdürmü? Biz dedik ki, əsas olduğu kimi qalınır. Qüvvətləri bir-birindən çıxırıq. 4 üstü mənfi 1 edir. Bu da bizə nə verir? 1 bölünsün 4 üstü 1. Yəni, elə 4-də 1 edəcək. 0,25-də yaza bilərsiniz. Bu da belə. Gələk 6-cı xassəmizə. 6-cı xassəmiz nədir? Bu formada olarsa, biz deyirik ki, bunları, yəni elə bir ki, qüvvətin üstü qüvvət olarsa, bu zaman qüvvətləri bir-birinə vururuq. Məsələn, bu nə deməkdir? Tutalım ki, yazılıb. Olsun 2 üstü, məsələn 2-də 1, üstü 6. Düzdürmü? Biz dedik ki, əgər bu formada olsa, yəni qüvvətin üstü qüvvət olsa, bu zaman sadəcə qüvvətləri əsas saxlanılacaq, qüvvətləri bir-birinə vuracaq. Bunlar ixtisara gedəcək 3, 2 üstü 3 bərabər eləyəcək 8-ə. Bu da belə. Daha sonra 7-ci xassəmiz nə ola bilər? 2 ədədin üzərində qüvvət olarsa və hasillərinin üstü qüvvət olarsa, bu zaman bu qüvvət hər birinin üzərinə aid olacaq. Yəni, A üstü N vurulsun B üstü N anlayışına gəlib çıxır. Məsələn, tutalım ki, verilib 2A, B üstü 5, tutalım ki, üstü 3. Bu zaman bu qüvvət, bax, hər birinə aid olur. Bunun da üzərinə üstünə aiddir, bunun da üstünə aiddir, bunun da üstünə aiddir. Yəni, 2 üstü 3 vurulsun A üstü 3, vurulsun 5-i də bu formada olanda nə edirdik? 5-i 3-ə vururuq. 5 üstü 15. Yəni, cavabımız 8A üstü 3, B üstü 15 şəklində olacaq. Gələk indi 8-ci qaydamıza, xassəmizə, daha doğrusu. Deməli, bölünmə şəklində olsa, yenə də eyni formadır. Bu qüvvət hər birinin üzərinə aid olacaq, üstünə aid olacaq. Yəni, A üstü N hər birinə ayrı-ayrılıqda, B üstü N şəklində olacaq. Və onu da yadımızda saxlayaq ki, bu kəsrin məxrəcidir də, düzdürmü? Məxrəc heç bir zaman 0-a bərabər ola bilməz. Məsələn, tutalım ki, verilib. A üstü 5 bölünsün, tutalım ki, verilib 2 üstü S, 2S'nin kvadratı, üstü 4. Bu zaman deyəcək ki, bu bunun da üstünə aiddir, bu bunların da üstünə aiddir. Yəni, A üstü 5-i 4-ə vuracaq 20, 2 üstü 4 vurulsun, C-nin də üstünə 2-ni 4-ə vuracaq 8. Yəni, olacaq A üstü 20 bölünsün 16 vurulsun S üstü 8 şəklində olacaq. Bu da belə. Gələk sonuncu, 9-cu xassəmizə. Burada da nə var? Deyir ki, A üstü B, A bölünsün B'nin üstü N bərabərdir. B bölünsün A'nın üstü mənfi N. Yəni, demək istəyir ki, məsələn, verilib. 4-də 3-ün üstü mənfi 2. Bu bizə tərsinə, elə bir ki, kəsir formasında olduqda, üzəri mənfi olduqda, sürətlə məxrəcin yeri dəyişir və üzəri müsbətə keçir. Kəsirdə sürətlə məxrəcin üstü yerləri daha doğrusu dəyişir, üstü isə müsbətə keçir. Yəni, bu üstə dedik ki, hər birinin üstünə aiddir. Yəni, 4-ün kvadratı bölünsün 3-ün kvadratı bərabərdir 16 böl 9. Bu da bu formada. Məsələn, bir dənə də nümunə yazaq. Tutalım ki, yazılıb 5-də 2-nin üstü 3. Düzdürmü? Bu zaman nə edəcəyik? Daha doğrusu mənfi 3. Dedik ki, kəsrin sürəti ilə məxrəcinin yerini dəyişdik. Üstünə də müsbətini yazdıq. 5 üstü 3, 125, 2 üstü 3, 8. Bu formada. İndi gələk misallara, nümunələrlə baxaq. O da necə olacaq? Gəlin, burada bir dənə silək. Aha, deməli, məsələn, yazırıq, tutalım ki, belə bir şey verilibdir. Mənfi 3 üstü 6 vurulsun, 27 üstü 3 bölünsün, 81-in kvadratı vurulsun 243. Siz artıq misala baxanda anlamaq məcburiyyətindəsiz ki, bu 81, bu 243, bu 27, 3-ün nələridirsə, 3-ün üstləridir də, düzdürmü? Fikir verəndə elə olur. Baxın, biz dedik ki, ilk öncə demişdim ki, mənfi ədədin üstü cüt ədəd olarsa, bu elə özü müsbət ədədə bərabər olur. Ona görə bunu 3 üstü 6 yaza bilərik. Çünki cavab yalnız müsbət alınacaq. Ona görə bunu keçirdik 3 üstü 6-ya. İlk öncə daha sonra baxırıq ki, 27 nədir?
3-ün kubudur, düzdürmü? Mən belə yaza bilərəm. Bir də bunun üstünün ayrıca 3-ü var. Yazdım 3-ü. Bölünsün. 81 3 üstü neçədir? 81 3 üstü 4'dür. Yazdım 3 üstü 4. Bir də bunun üstündə 2 var axı. Yazdım 2. 243 3 üstü neçədir? 3 üstü 5'dir. İndi daha da sadələşdirirəm. 3 üstü 6. Digər bir xassəmiz var idi ki, bu formada olanda nə edirdik? 6-cı xassəmiz olmalı idi deyəsən. Bunları bir-birinə vururduq. Üstün üstü üst olanda bu zaman bir-birlərinə vururduq. Yəni 3 üstü 9 bölünsün. 4'ü 2'ye vurduq. 8, 3 üstü 8 vurulsun 3 üstü 5. İndi gəldik digər xassəmizə. Yəni bir misalın içində 3-4 dənə xassə oldu. Baxaq. Dedik ki, əsaslar eyni olduqda biz üstləri nə edirik? Əsası saxlayırıq, üstləri toplayırıq. 6'ın üstünə 9 gəldik. Bu bizə neçə elədi? Elə birbaşa yazıram 15. Elədi 15, düzdürmü? 3 üstü 15. Bölünsün. Yenə baxırıq. Əsaslar eynidir, üstləri toplayırıq. 8 üstə gəl 5, 13. Biz bilirik ki, kəsir xəttir bölmə əməlini bildirir. Bölmə olduqda, əsaslar eyni olduqda, bir də bölmə əməli olduqda üstləri çıxırdıq. Yəni, neçə olacaq? 15 çıx 13, 3'ün kvadratı. Cavab neçə elədi? 9. Buradan bu misalı bu formada həll etdik. Məsələn, digər bir forması nə ola bilər? Məsələn, bizə verilibdir belə bir şey. Biraz daha çətinləşdirək. 16 4n üstə gəl 1 bölünsün 32 3n üstə gəl 1'ə. Düzdürmü? İndi bunu bu şəkildə yazdıq. Birinci baxırıq ki, 16, 32 bu bizə nəsə çağrışdırır. Amma 16 ilə 32 2'nin qüvvətləri də düz deyil, düzdür. Deməli, necə yaza bilərik? 2 üstü 4'ün üstü. Bunu biraz belə yazaq ki, qüvvət kimi görünsün. 4n üstə gəl 1. Bölünsün. 32'nin də 2 üstü 5 yaza bilərik. 2 üstü 5, 3n üstə gəl 1 şəklində. Yazdıq, düzdürmü? İndi biz nə etməliyik? Biz bilirik ki, bu formada olanda nə edirdik? Qüvvətin üstü qüvvət olanda nə edirdik? Yalnız bir-birinə vururduq, düzdürmü? İndi vuraq. 2 üstü 4'ü 4'ə vuranda 16n. 4'ü 1'ə vuranda üstə gəl 4. Aşağıda da 5'i vururuq 3'ə. 2 üstü 15n. 5'i vurdum 1'ə, üstə gəl 5. İndi biz bildik ki, kəsir xətti bölmə əməlini bildirir. Əsaslarımız da eynidir, 2'dir. Deməli, üstlərimizi çıxa bilərik. Yazdıram 2 üstü 16n üstə gəl 4. Çıxılsın 15 n üstə gəl 5 bərabərdir. Bunu digər dərslərinizdən də öyrənmişsiniz ki, mənfi mötərizənin qarşısında varsa içindəkilərin hər birinin işarəsi dəyişir əksi olaraq. Yəni 2 üstü 16n üstə gəl 4 çıxılsın 15n çıxılsın 5 olacaq. İndi oxşar toplananlarımızı islah eləyək. 16n ilə 15n'i çıxaq bir dənə n, 2 üstü 1 dənə n, 4'dən də 5 çıxanda mənfi 1. Cavab oldu 2 n çıxılsın 1. Bu da bir misalımız idi. Daha biraz çətin idi, amma etmək mümkündür. Xassələri bilməklə. Digər bir misal tipinə keçək. Məsəl üçün, belə bir formalı misaldır. 24 üstü 5 vurulsun 6 üstü 5 bölünsün. 48 üstü 4 vurulsun 9 üstü 3. İndi baxırıq. Görürük ki, bizim burada nə eyni qüvvətə yüksəldə bilərik, nə başqa bir şey. Artıq siz düşünməlisiniz ki, 24 neçə vur neçə yaza bilərəm mən? 8 vur 3 yaza bilərəm də, düzdürmü? Yazdım 8 vur 3. Üstü neçə olacaq? Hamısının 5 var da ümumi. 5. Yazdım. Altını necə yaza bilərəm? 2 üstü 3, 2 vurulsun 3 yaza bilərəm. 2 vurulsun 3'ün üstü 5. Çünki üstdə 5 var. 48'i necə yaza bilərəm? 16 vur 3 yaza bilərəm də, düzdürmü? Siz sadəcə elə düşünməlisiniz ki, mən bunları eyni qüvvətlər, görürsən 2 var, 3 var. 8'i mən 2 üstü 3 yaza bilərəm. Bu tipdən, bu yolla düşünmək məcburiyyətindəsiniz. 9'u da mən necə yaza bilərəm? 3'ün kvadratının üstü 3. Bunda üstü 4 var idi. Bərabərdir. Deməli, indi baxırıq nəyə?
8-i dedim, indicənə dedim ki, 2 üstü 3 şəklində yazdıq. Vurduq 3-ə, üstü 5. Vurulsun 2-yə, vurulsun 3-ün üstü 5. Bölünsün. 16-da neçə üstü neçə yaza bilərik? 2 üstü 4 yaza bilərik. Vurulsun 3 üstü 4. Vurulsun 3-ün kvadratının üstü 3. İndi baxaq. Biz dedik ki, xassələrimizdə belə bir şey vardı ki, buradakı üst hər birinin üstünə aiddir. İndi o xassəmizdən istifadə edərək yazaq. 2 üstü 3-ü 5-ə vuranda 15. Vurulsun 3 üstü 5. Vurulsun 2 üstü 5. Burada da eyni qaydanı tətbiq edirik. 3 üstü 5. Bölünsün. Yine burada da eyni qayda. 2 üstü 16. Vurulsun 3 üstü 4. Vurulsun 3 üstü. Bu formada da olanda bir-birlərinə dedik ki, xassəmiz nə idi? Üstün üstü üstü olanda vurma olmalıydı. 2 vur 3 6-ya bərabərdir. İndi baxaq. Biz dedik ki, əsasları eyni olsa və vurma əməli olsa, bu zaman əsas qalır, yalnız üstlərini toplayırıq. Burada da əsası sürətdə eyni olanlar bunlardır, bir də bunlardır. Düzdürmü? İndi 2 üstü 5-in üstünə 15 gələcək 20. 2 üstü 20 vurulsun. 3 üstü neçə edir? 5 üstə gəl 5, 10. Bölünsün. 2 üstü 16 vurulsun. 3 üstü neçə edir? 10. 3 üstü 10'lar ixtisara getir. Çünki eynidirlər. Aha, qaldı 2 üstü 20 bölünsün 2 üstü 16. Bu da bizə nə verir? Bölmə əməlidir. Kəsr xəttidir olduğundan, əsaslar da eyni olduğundan yalnız sürət qüvvətləri çıxırıq. Yəni 2 üstü 20 çıx 16 neçə edir? 4. O da cavabımız sonunda nə alınır? 16. Baxın, əsas məsələ burada nədir? Ola bilər ki, bunu ilk dəfə görənlər ola bilər, heç anlayışı olmayanlar ola bilər. Sadəcə burada düşünməlisiniz ki, mən 24-ü necə yaza bilərəm? Baxın, mən yaza bilərdim 6 vurulsun 4. Düzdürmü? 6 vurulsun 4 şəklində də yazsam, yenə bu formada olanda biz 6-nı da parçalamaq məcburiyyətindəydik. Və yaxud da belə də edə bilərdiniz. 6-nı burada yazsaydıq, yəni burada da məsələn 6 vur 8 yaza bilərdik. Amma yenə nəticə olaraq, son nəticə olaraq mən yenə də bunu 2 vur 3-ə gətirmək məcburiyyətindəydim ki, cavab alına bilsin. Bu da belə. Niyə bunu eləmək məcburiyyətində qalacaqdım? Çünki bu 3-ü heç nə eləyə bilməyəcəkdim. Mən ona görə məcburiyyətdən bu 6-ları parçalamalıydım 2 vur 3-ə. Yenə eyni qayda olacaqdı. Bu yolla da gedə bilərdiniz. Amma daha uzun gedəcəkdi. Bu birbaşa daha rahat olacaq sizə. Bu da belə. Gəlin keçək növbəti izahımıza. Növbəti izahımız nədir? Riyazi ifadələr. Riyazi ifadələr 2 hissəyə bölünür. Ədədi ifadələr, hərfi ifadələr. Ədədi ifadələr, məsələn, 13 vur 2 çıxılsın, 2 vurulsun, mörtəzə açım, 17 çıxılsın, 4-dən 1-in üstü 3. Yəni, ədədi ifadə nə deməkdir? Ədədlərdən və əməllərdən. Əməllərimiz nədir? Toplama, çıxma, vurma, bölmə. Ədədlərdən zaten bilirik. Bu tipli ifadələrə ədədi ifadələr deyilir. Amma artıq işin içinə hərf də girəndə bu olur dəyişənli ifadələr. Dəyişən sözünü bəzən uşaqlar anlamırlar. Yəni, hərf olsun. Əməllər olsun, ədədlər olsun, hərf olsun. Yəni, məsələn, 4x üstə gəlinsin 3y, çıxılsın 6a kvadratı. Görürsünüz, əməllərimiz var, toplama, çıxma, ədədlərimiz var, bir də üstəlik hərflərimiz var. İndi, dəyişənli ifadələr 3 hissəyə bölünürlər. Tam cəbri ifadələr, rasional ifadələr və irrasional ifadələr. Biz bugün təbii ki, tam cəbri ifadələri keçəcəyik. Tam ifadələr nədir? Tam ifadələr 2 hissəyə bölünür. Bir hədlilər və çox hədlilər. Bir hədliləri və çox hədlilərə də giriş edəcəm bu dərsdə. Çox hədlilərin vuruqlara ayrılması falan. Bunları da növbəti hissədə deyərəm deyə düşünürəm. Gəlin davam edək. Deməli, bir hədli nədir? Ədədlər, dəyişənlər, məsələn, tutalım ki, yazıram və onların natural üstü qüvvəti. Məsələn, belə. Deməli, ədədlər, dəyişənlər və onların natural üslü qüvvətlərinin hasilindən ibarət olan ifadələr bir hədlidir. Bir hədlidir. Deməli, nə oldu? Mütləq ədədim olmalıdır, dəyişənlərim olmalıdır. Bir də onların nəyi olmalıdır? Natural üslü qüvvətləri və ən əsas məsələ hasil olmalıdır. Burada ədəd olan hissəmiz əmsal adlanır. Əmsal adlanır. Və bir hədlinin qüvvəti anlayışı var. Qüvvət. Qüvvət nədir? Qüvvət, bir hədlidə qüvvət, dəyişənlərin üstlərinin cəmidir.
Biz bilirdik ki bunun üstünə heç nə yazılmayıbsa bu 1 deməkdir, düzdürmü? Deməli onda bu bir hədlinin qüvvəti, yəni dərəcəsi, ikisinlə deyirlər. Dərəcə və ya qüvvət. Dərəcə də yazım qoyun. Dərəcə və ya qüvvət. Bir hədlinin dəyişənlərinin üstlərinin cəmidir. 1 üstə gəl, 3 üstə gəl, 2. Deyirik ki, bu bir hədlinin əmsalı 17-dir. Qüvvəti, yəni dərəcəsi isə 6-dır. Fikrim ifadə edə bildim də yəqin ki. Deməli, bir hədlinin əmsalı ədəd olan hissədir. Dərəcəsi və ya qüvvəti dedikdə isə dəyişənlərin üstlərinin cəmidir. Bu belə. Və standart olan, standart olmayan anlayışlar var. Bu nədir? Məsələn, tutalım ki, belə bir şey yazmışam. 12 x üstü 3 y vurulsun 5x y. Düzdürmü? Bu bir hədlidir, bu da bir hədlidir. Deməli, bu standart olmayan şəkildir. Yəni, nə deməkdir? Standart olmayandır, çünki hər şeydən 2 dənə var. Baxın, fikir nə mənada? Yəni, 2 yerdə var. Və ədəd 2 yerdədir. X-lar 2 yerdə var. Y-lər də 2 yerdə görürsünüz. Standart şəkil odur ki, hərəsindən bir yerdə görəsiz. Yəni, bir dənə olsun. Gözümüz görəndə bir dənə görsün hər birindən. Necə burada bax ədəddən bir dənə gördük, x-dan bir dənə saylarını demirəm, ha, görünüşlərini. Bax bir dənədir, x-i bir dəfə görürük, y-i bir dəfə görürük, z-i bir dəfə görürük. Yəni standart hala salırıq. Yəni bu zaman nə edəcəksiniz? Heç nə, adi qaydada ədədlərimizi bir-birinə vururuq, yazırıq 60. Biz bildik ki, əsası eyni olanda, vurma işarəsi olanda nə edirdik? Üstlərini toplayırdıq. Bunun da üstü 1-dir. Bu yazılmayanların da üstü 1-dir. 3-ün üstə 1 gələcəm. X üstü 4 olacaq. Y-ləri də toplayanda 2 olacaq. Bax, bu standart olmayandır. Standart olmayandır. Bu isə olandır. Yəni, gözümüz ilk görəndə hərəsindən bir dənə görsün. Amma halbuki x-dan 4 dənədir, y-dən 2 dənədir. O mənada yox. Yəni, bir yerdə görə bilək mənasında deyirəm. Fikrim ümid edirəm, aydındır. Və belə. Məsələn, tutalım ki, nə deyək? Bir hədlərin vurulması və qüvvətə yüksəldilməsindən danışaq biraz. Məsələn, tutalım ki, bu vurulması idi. Məsələn, tutalım, düzdürmü? Vurduq, standart hala saldıq. İndi başqa bir formalarına baxaq. Məsələn, tutalım ki, belə bir şey yazıb. 15 a üstü 4, b üstü 6, düzdürmü? Vurulsun 6 a üstü 3, x üstü 7. Yəni, eyni qaydada standart hala sal deyir sənə. Yəni, vurulması, qüvvətə yüksəldilməsi bu mənada işlədirəm mən. Gördünüz yenə, hərəsindən 2 yerdə görürük. Onları görəndə hərəsindən bir dənə hərf görək. Bir dənə ədəd görək. Ona görə 15-i təbii ki, 6-ya vuracaq. 90 yazacaq. Yazdıq 90. A-lardan neçə dənə olduğunu hesaplamaq üçün biz bir qayda dedik. Əsasları eyni olanda qüvvətlərin toplayırıq. 6, demə A üstü 4 üstə gəl 3. B üstü də nə olur? 6 üstə gəl 7. Yox, x idi bu. Ay, üzr istəyirəm. Elə bildim bu da B-dir. Yox, onda x olduğu kimi qalır. B-də olduğu kimi qalır. Aha, deməli, olacaq. X üstü 7. Yəni bu vəziyyətə salınır. 90, A üstü 7, B üstü 6, X üstü 7. İfsyo. Bu da belə. Məsələn, tutalım ki, bir dənə də misal yazaq. Yazaq belə bir şey. 13, A üstü 4, B üstü 5, C. Üstü 2. Aha. Burada nə edirik? Biz öncəki qaydalarda da öyrəndik ki, bunları hər birinin üstünə aiddir. Biz bunu bildik də, düzdür? Deyəcək onda 13-ün kvadratı, A üstü 4-ün üstü 2, vurulsun B üstü 5-in üstü 2, vurulsun C üstü 2. Aha. Yazdıq. 13-ün üstü 2, yəni 13-ün kvadratı 169 eləyir. Bu formada olanda nə edirdik dedik? Bunu 4'ü 2'ye vurmalıyıq. A üstü 8, B üstü 10, C üstü 2. İfsyo. Bu formada yazdıq. Belə. Məsələn, tutalım ki, başqa bir formada nə edək? Başqa bir misal da deyə bilərik. Məsələn, tutalım belə bir şey olsun. Deməli. Tutalım, yazaq. 25, x üstü 4, y üstü 6. Aha, bunu baxanda deyirsiniz ki, mən bunun
hər hansısa bir hədlinin kvadratı kimi yazmalıyam. Sizə bunu deyir ki, bu ifadəni hər hansısa bir hədlinin kvadratı kimi yazın. Kvadrat nədir? Yəni bunun içərisindəki ifadənin üstü 2 olsun. Ki, mən bunu kvadrata yüksəldəndə bunu alım. Bura birinci 25 nəyin kvadratıdır? Tez düşünürük 5'in. Yazdım 5. Çünki 5 üstü 2 25 eləyir. Aha, biz bilirik ki, dəyişənlərin üstünlərində olanda bir-birinə vururduq. Buna x üstü 2 yazaram. Niyə? Çünki 2-ni 2-yə vuranda 4 olar. Və y üstüdə neçə eləyərəm? 3 olar. Belə də eləmək olar. Məsələn, tutalım ki, bunlar deyil. Bunları üstlərini, dəyişənlərin üstlərini hər birini 2-yə bölərsən, elə birbaşa dəyişənlərin üstləri çıxmış olar. Deməli, 5x üstü 2, y üstü 3-ün üstü 2, yəni kvadratı bizə bu ifadəni verir. Bu da belə. Gələk çoxhədli anlayışına. Çoxhədli nədir? Çoxhədli bir neçə bir hədlinin cəbri cəminə deyilir. Bir neçə bir hədlinin cəbri cəminə. Məsələn, bir dənə bir hədli yazın. 12x üstü 3, üstə gəlinsin 5, məsələn, x kvadratı y üstü 4, məsələn, çıxılsın 5. Yazdıq. Bu formada bir neçə bir hədlimiz oldu, 2 dənə bir hədlimiz oldu. Onların cəbri cəminə və yaxud da çıxılmasına, toplanmasına fərqi yoxdur. Çox hədli deyilir. Deməli, çox hədlidən əmsalları, deməli, dəyişəni, elə bir ki, belə deyək də, çox hədlidə iştirak edən bir hədlərin əmsalları, çox hədlinin əmsalları sayılır. Dəyişəni olmayan ifadə, daha doğrusu dəyişəni olmayan hədd isə, belə deyim, hədd deyim də, bu neçə hədlidir? 3 hədlidir də, düzdürmü? Hədd nə deməkdir? Bir dənə, 2 dənə, 3 dənə hədd. Yəni 3 dənəsi toplayıb çıxmışıq, bunlar bizə 3 hədlini verir. Yəni çox hədlidir, birdən çox da artıq. Bir dənə deyil də, yəni. Artıq bir neçədə deyən, bu çox hədli olur. Deməli, bu dəyişəni olmayan hədd sərbəst hədd adlanır. Sərbəst hədd adlanır. Digərləri isə təbii ki, bir hədlilərdir. Əmsallardakı çox hədlinin əmsallarıdır, çox sadə. Çox hədlinin dərəcəsi anlayışı nədir? Çox hədlinin dərəcəsi odur ki, iştirak edən, yəni çox hədlidə olan bir hədlilərdən hansının dərəcəsi böyükdürsə, çox hədlinin dərəcəsi odur. Gəlin bir hədlilərin dərəcəsini tapaq. Bunun dərəcəsi nədir? 3. Bunun dərəcəsi nədir? Dedik ki, bir həddin dərəcəsini necə tapırdıq? Dəyişənlərin üstlərini toplayırdıq. Topladıq, bunun da qüvvəti, yəni dərəcəsi 6-dır. Avtomatik deyəcəksiniz ki, çox hədlinin dərəcəsi 6-dır. Niyə? Çünki indi dedim, çox hədlidə iştirak edən və dərəcəsi böyük olan bir hədlinin dərəcəsi çox hədlinin dərəcəsi hesab olunur. Gələk indi çox hədlinin standart şəklinə gətirilməsinə, sadələşdirilməsinə bu formada deyə bilərik. Məsələn, tutalım ki, yazılıbdır. 15 x üstü 3, y üstü 4, çıxılsın 5, x üstü 8, çıxılsın 7, x üstü 3, y üstü 4, üstə gəlinsin, məsələn, 12. Belə bir şey yazdıq. Burada baxırsınız nəyə? Yadınızda saxlayın. Çox hədlilərdə o oxşar toplanan islahı məsələsi vardı ha. Bax, çox hədlini elə bil ki, standart vəziyyətə salanda onu edirsiniz. Yəni, bu nə deməkdir? Məsələn, tutalım ki, burada oxşar hədlər hansıdır? Demişik, dəyişənləri eyni olan ifadələr oxşar hədlərdir. Yəni, məsələn, bu və bu oxşar həddir, düzdürmü? Niyə? Çünki dəyişənləri eynidir. Deməli, sadəcə bunları oxşar toplananları islah eləyəcəyik. Yəni 15x üstü 3, y üstü 4-dən çıxacaq 7x üstü 3, y üstü 4. Yəni sadəcə 15-dən 7-ni çıxmağımız kifayət eləyir. Yəni 8 x üstü 3 çıxılsın, daha doğrusu y üstü 4 çıxılsın 5x üstü 8, üstə gəlsin 12. Standart hala saldım. Yəni sadələşdirdim. Mənası bundan ibarətdir. Ümid edirəm ki, bu anlaşılır. Dediklərim başa düşüləndir. Və bir hədlinin çox hədliyə vurulmasında demək istəyirəm. Çox hədlinin çox hədliyə vurulmasında demək istəyirəm. Onunla da yekunlaşdırmaq istəyirəm. Digər hissələrini növbəti videoda demək istəyirəm. Məsələn, tutalım ki, belə bir şey yazılıb. 2x kvadratı y vurulsun 5x kvadratı çıxılsın 4y üstü 3 üstə gəlsin 4. Belə bir şey yazmışam. Bu bir hədlidir. Bu çox hədlidir.
Biz təbii ki, bu bir hədlini çox hədliyə vuranda bir hamısına vurmalıyıq. Hər birinə vurmalıyıq. Yəni 2x kvadratı y-i vuracaq 5x kvadratına. Vuraq. 2x kvadratı y-i vuraq 5x kvadratına. Ayrı-ayrı vurub sonra yaza bilərik. Belə də yaza bilərsiniz, yəni demək istədiyim. Bu formada da ola bilər. Məsələn, 4y kubunu vururuq 2x kvadratı y-ə. Düzdürmü? Belə deyil. Daha doğrusu belə yazsaq daha yaxşı olur. Hər birini ayrı-ayrı vurun, sonra edin. Yəni 2x kvadratı y vurulsun 5x kvadratı. Bunu sadələşdirək. Bir vururuq axı. Mötərizənin kənarındakı olan bir hədli, mötərizənin içərisində olan çox hədlilərin hər birinə vurulmalıdır. Vuraq. Bu bizə neçə eləyəcək? 2-ni 5-ə vurduq. 10. X kvadratları əsasları eyni olanda, ortada vurma işarəsi olanda nə edirik? Üstləri toplayırıq. Belə, sadə vəziyyətə saldıq. Sonra 2x kvadrat y vururuq. Mənfi 4y üstü 3-ə. Niyə? Çünki çıxılsındır, yəni mənfidir. Vurduq, elədi mənfi 8x kvadratı y üstü 4. Niyə? Çünki bunun üstü 1-dir. 1 ilə 3-ü topladıq, 4 etdi. Və sonda 2x kvadratı y vururuq 4-ə. Bu deyilir 8x kvadratı y. İndi yazaq. Sadə formada yazaq. Buranı silim. Deməli, yazaq, belə yazaq. 10x üstü 4y çıxılsın 8x kvadratı y üstü 4. Bir də üstə gəlinsin 8x kvadratı y. Və bunu bir hədlinin çox hədliyə vurduq. Və yaxud da ki, belə bir şey yaza bilərdik. Bu bir hədlinin çox hədliyə vurulmasıydı. Bir də belə yaza bilərik. Məsələn, tutalım ki, belə ola bilər. Məsələn, çox hədlidir. 2x çıx y. Daha doğrusu, çox hədlini vurdum. Çox hədliyə. 2y çıx 3x. Sadə yazdım ki, izahım aydın olsun. Bax, birincini başlayırıq bundan. Buna o birisi mötərizənin hər birinə vururuq. 2x-i 2y-ə vuranda eləyəcək 4xy. 2x çıxılsın 3x-ə vuranda eləyəcək 6x kvadratı. Niyə? Çünki bundan bir dənə vuruldu deyən üstlər toplandı. Çıxılsın y-i 2y-ə vuranda 2y kvadratı eləyir. Çünki bundan bir dənə əsas eynidir, üstlər toplanılır. Sonra üstə gəlinsin. Niyə üstə gəlinsin? Çıx y, çıx 3x. Çıxılma 2 dənə mənfi var deyən vuranda müsbət alınır. 3xy. Bu formada olacaq. Yəni, bu ikincini də digər mötərizənin hər bir həddinə vuracaqsınız. Bu da belə. Bugünlük dərsimiz bu qədər. İnşallah, əziz izləyicilər, gələn növbəti dərsimizdə çox hədlinin digər hissələrini izah edəcəm. Bugünlük bu qədər. Gələn növbəti dərsdə görüşərik inşallah. Sağ olun.